Bugün sizlərlə 50.000 kupa olacam Brawl Stars'da və hal-hazırda sizlə 50.000 kupa eləyib əfsanəvi star həyətini gördüyünüz kimi atacam. Xoş gəlmişsən ağa. Xoş gördük. Bəli, Müşfiq bəy artıq 50.000 kupa oluram. Xeyirli olsun. 50.000 kupa olacaq və 50.000. ümidvarıq ki, əfsanəvi qutudan da bir 50.000-ə necə deyim, yaraşan bir hədiyyə çıxacaq və onu sizlərlə birlikdə görəcəyik. Videonu indi izləyirsinizsə, kanala abunə olmağı unutmayın və like atın ki, yeni videoları həm də görəsiniz, həm də bizə dəstək olursunuz. Ağa, keçək biz oyunumuza, nə deyirsən? Maraqlı videolar gələcək. Maraqlı videolar gələcək. Bu arada Brawl Star hədiyyələrini yığırıq. Onu da bir uzun videosu olacaq. Möhtəşəm şeylər olacaq və bir dənə də videomuz gələcək. Bir dənə də video gələcək. Zeyon qaçacağıq. O da bir möhtəşəm video olacaq. Nə deyirsən ağa, başlayıram. Başlayaq. Getdim. Müşfiq bəy randomdan girirəm. Bu qədər əziyyət çəkib 50.000 kupaya qədər gətirib. Sizlərə görə bu gün oturdum 1100 kupa kasmışam. Yəni ki, yeni bir video hazırlayım sizlər üçün. Siz də əməyə qarşı olaraq kanala abunə olub like atmağı unutmayın. Bizi çox sevindirərsiniz həqiqətən. Randomlardan girirəm ağa. İndi randomlar bilsən də özüm biraz kasmaq şeydir. Randomla ona görə Müşfiq biraz ehtiyatlı oynamalısan. Ehtiyatlı olmalıyam, hə. Biraz ehtiyatlı oynamalısan. Rəqiblər elə bir acığı həmişə güclü gəlir. Və hə, kupa qalxana yaxın, hə. Kupa qalxana yaxın, həm də serin də çoxdur deyə başıda. Sənə bir dənəyə, məncə biraz ehtiyatlı oynan. Yəni, pusmaq lazımdır, yoxsa bunlar bizdən seçən deyil. Deməli, 40.000 kupada o qədər yaxşı bir şey görməmişdik. Yəni, hədiyyə görməmişdik Supercell'dən. İndi 50.000 kupada görək əfsanəvidən nə çıxara biləcəyik. Deməli, bunlar bizə hələ gördürlər. Mən bunlara çıxam, garanti mənə ərdəcəklər. Düz demirəm? Düzdür. Ona görə görək. Biraz ehtiyatlı oynamalısan. Müşfiq, məncə aşağı tərəfə get. Buradan çıxa bilsə gedəcəyik. Öldürdü birini. Bir gələnməsinə. Grif. O kimdir Tara? Tara məncə səhv eləyir süvə gəlməklə. Amma yox, o bir də var. Tara getdi. Və 3. Artıq 3-cü yerim var. Tara kimsə çox ağıllı oyuncudur. Və dostlar, 2-ci oldu. Onun sözünü buraxdım, yəni birinciliyə kasmıram, onun gücləri var. Amma ikinci nə oldu? İkinci oldu, qəşək. Nə qədər kupa? 12 kupa gəldi. Hələ serim də var, mən. Və dostlar, hazırsınız son oyun sizlərlə. Son oyun. 50.000 bunu da udacağıq inşallah. İnşallah. Çox qəşəng olacaq. Müşfiq, bizim bir dənə hesabımız var. 60.000-ə yaxın. Onu da 60.000 eləyib. Əfsanəvi gəlir oradan da. Oradan da gəlir. Onun da bir dənə videosu gələcək. Onun da qəşəng videosu gələcək. O hesabımız da var bizim və o hesabda düzdür. Bütün karakterlərimiz var demək olar ki. Amma yəni də bir kostyum falan. Əfsanəvi kostyum çıxsa Müşfiq təsəvvür. Bunlar gəlir üstünə. Tor bibi. Çıxar. Bir şeylər çıxaracaq orada da. Biraz gərgin oyunlardır bu. Çünki randomlara mən güvənmirəm. Yəni takımla olanda bilsən ki, iş görürlər. Düzdür. Və arkadaş yox edildi. Müşfiq elə sən düzə edirsən. Həqiqətən. Onsuz da mən bütün oyuncuları görmüşəm ki, hesablaşmada pusurlar. Yəni Nani gəlməsin sən tərəfə, yəni məntiqsiz hərəkət. Bu takım arkadaşına görə mən pis vəziyyətdə qalıram. Amma onu öldürsə gəlməyin. İkisi də sən tərəfdədir. O biri takım arkadaşın içində sən çox səhv oynayırlar. Və mən bir dənə dəyməm. Ölün, kusur. Ölün. Müşfiq, o geçsinlər. Və mən görürsünüz, orada çıxsam səhv hərəkət edirdim. Leon'un klonu gəldi. Və baxdan qaldı. Yəni çox incə bir qutarış idi. Yəni o görsəydilər ki, klonlara getdi. Yəni Mefta. Heç ona fikir vermədilər. Bunlar istəməyə atıram. Oyununuzu düzgün oynayın da. Nani. Bilmirəm. Nani elə bir botdur, oyun verib ki. Biraz, həm də videoda çalışırıq çox uzun dənəməyək. Biraz yəni kasmaq elə edir ki, yormayaq sizləri də. Çünki randomlarla biraz çətindir. Həqiqətən kupa kasmaq yəni heç asan məsələ deyil. Yəni vaxt alır. Müşfiq həqiqət bu gün səhərdən oynayıb, yəni o sırf o. Və gəldi. 50.000-imiz bizim gəldi. Xeyirli olsun. 50.000 kupa. Ona amma ağa atacaq. Ağa mənə dedi ki, mən bunları ölürəm, heç yorulmamışsın. Ağa mənə dedi ki, 30.000-də dedim nə çıxacaq. Dedi qəşəng şey çıxmayacaq. Çıxmadı. Squeak geri çıxdı. 40.000-də nə çıxdı mənə?
Yenə də dedim. Maskot Daryl çıxdı. Hə. Dedi ki, onda da yaxşı çıxmayacaq. Amma bu deyir ki, 50 mində Bu çıxacaq. gün niyə deyirəm 50 mində çıxacaq? Çünki Bunlar oynayırlar. bunlar həm müşfiq oyunu saxladı. Gör oynaya Amma mən bilsən. saxlamıram. Hə, Yox, yaxşı yaxşı şeysən. sayıram. Niyə deyirəm yaxşı şey verəcək? Çünki artıq müşfiqin kupası yüksəkdir və müşfiq uzun müddətdir ki, Əfsanəvi karakter çıxartmır. çıxarda bilmir. Mən bu yaxınlarda düzü çıxartdım və şansım çox azaldı. Müşfiq əfsanəvi çıxarda Drakon şansım çıxartdı, azaldı. hə. Drakon çıxartdım deyə şansım çox Çox azaldı. azaldı, düzdür. Və müşfiqə də istəyirəm bir dənə əfsanəvi karakter versin, yəni. Çünki çoxdandan da vermir. Bu arada mən izləyicilərə göstərmək istəyirəm. Bax, dünən şeyin mənə gəldi bu Wasabi dizi. Gələn kimi bu 400 kupa falan idi. Rahat 7 səviyyəndə 1000 kupaya kastım. Ondan sonra nə verdi? Hə, bir də testlerim var idi, mən bilirsiniz o videoda. Yəni o səviyyəsi falan yox idi. Onu da test 858 verdim. Alınsa onu da bir 1000 kupa videosu da gətirəcəm. Yəni bu testlerin insanların cəmaatının hamısının içindən keçirdim də, yəni. İndi ağa, səncə burdan mənə bir dənə təxmin elə görüm nə verəcək? Deməli, Deməli. Mən yenə deyirəm, mən əfsanəvi karakter istəyirəm. Bax, deyirəm qutuya da bizə əfsanəvi karakter ver. Və bunu ağa atacaq. Ağa, sən atacaqsan onu. Deməli, nə eləmək istəyirəm? Müşfiqin totem elə. Müşfiqin 69 dənə karakteri var və Çox qəşəng bir rəqəmdir. Açılmayan endelliyə baxaq. Endellik. Hardadır? O aşağıya gedək. Qayıdıraq. Tamam. Krono kostyumlar möhtəşəm idi. Ən aşağıya getsən. Getdim. Və gördüyünüz kimi. Müşfiqin gör neçədən açılmır. Hansını met qalıyırsan da nə çıxacaq. Ürəyində 6-cı istifadə olunur. Müşfiq Cardelius istəyirəm. Cardelius-u Amber ikisinin, yəni məncə bu videoda çıxmalıdır. Cardelius çıxsa sən demə Odin Cardelius garanti. Odin Cardelius. Çünki atası odursa, bəli. balası da hanı? Balasını da göstərək. Balası da budur. Yəni ata-bala cəmaatın içindən keçərik. Doğru bibi. Hağa, Başlayaq. Bax, sənə buraxıram. Tam ürəyinə, tam şeylə aç. 50.000 özdə açmaq hər oğula qismət deyil və mən sənə bunu qismət eləyirəm. 50.000 kupa. Hazırsınız dostlar. Hazırsınız dostlar. Siz də təxmin eləyin. Siz də təxmin edin, kommentlərə yazın nə çıxacaq. Amma videoda baxıb sonra yox da. Baxıb yox da, hə. Çünki ədalətli olsun da. Heç biz də bilmirik. Ağa, bax hazırsan? Hə. Bas getsin. Və sizə də 50.000 kupada əgər də çıxsa yazın. Çox həyəcanlıyam, mən əziyyət çəkmişəm. Kimə qəşəng hədiyyə verib 50.000 kupada? Və harasına vurasın? Şu ağzından vuraq da. Gözləri nəsə qılmışır belə deyək. Sən bir gözündən vurun. Tamamən sənə buraxıram. Halal xoşmalsına kutu. Açaq. Qorxuram nəsə bir şey gələr. Açacağım eşki. Aç. Clancy! Və Clancy çıxartdı! Halal olsun sənə. Qəşəng. Clancy çıxartdı. Qəşəngmiş və xeyirli olsun. Amma bu gün sənə deyim. Super. Nə yalan deyim. Elə belə fikirləşmişdim ki, mən Clancy çıxardı. Bax, Doğrudan. İminli, bax, nəsə fərqli fikirləşdiyim gün də oldu. Çox sağ ol. Supermiş və. Sağ ol, yəni. Yəni, həqiqətən yüksək hasar bir karakter çıxardı Clancy. Özü qəşəng bir karakter. Özünüz də bilirsiniz ki, əgər gücləndirsən, Paynikləri də var, qəşəng bir gəlir. Clancy çox güclüdür. Çox güclüdür. Və hiper şarjı da gəlir, bəli. Yox ya, Clancy asla yolundan dönməz, tənk əmr verməliyizə. Saxta olsa da kabuklu deniz canlısı olaraq yaşamaya alışmış və yoldaşları üçün hər türlü fədakarlığa hazır və bu gün üçün bizim üçün də fədakarlığa hazır oldu və çox möhtəşəm bir video oldu çünki biz sizə demişdik və əziyyətli bir işin sonu həmişə bir qəşəng olur. Ona görə mən çox sevindim ki, sizlər üçün kasmışam və bunu çıxartdıq. Görürsünüz. Xeyirli olsun Bizə bir karakter, xeyirli olsun. Bir dənə də alıram çünki 50.000 olmuşam. Bəli, bir iki dənə bu gün, xeyirli olsun verdik bu gün. Həm 50.000 kupa olduğuna görə, həm də Müşfiq mənə bu gün güvəndi, dedi ki, bu qutunu sən aç. Və gördüm mən sənə buraxdım. Dedim ki, ürəyimə görə verdin. Clancy çıxartdı. Çox qəşəng. Çox möhtəşəm bu video oldu. Müşfiqin də gizemli karakterləri artıq artdı. Əla, Müşfiq. 70 dənə karakter. Yüksəlir ya. Clancy 70 karakterlə Müşfiq artıq son Çox sevindim. 20 karakteri qaldı açılmamış. Əla Müşfiq. Bu video super. Möhtəşəm. Təşəkkür edirik izlədiyiniz üçün, minnətdarım. Bəyəni like atmağı unutmayın. Sağ olun.